demək istəyirsən? Burada mən baxıram. Kimsən ki, sən mən nəyə baxsın? Bu nətər eləyək? Yox, şimdi mehribançılıq yaranmır da. Çıxıb bıçağı da reklam eləyirsən, qorxacam nədir? Mən sənə qorxduram ki. Danışa bilərsən üzbəüz. Dabro versə sən buranın yer pulunu mənə verə bilərsən? Çamağla gəlirək ki, izah elə də. Nə verim sən? Hə? Nə verim sən? Versin, dadına baxıram. Görüm hansı xoşuma gəlir. Mən yedim, xoşuma gəlmir axı. Xoşuna gəlmədi, Allah sana adayım. Sən malın qəşəng ola bilər, mən bəyəmirəm. Allah sana adayım. Sən burada yer pulu verirsən, hə? Mən heç kimə heç nə verəm. O nətər eləyə bə? Hə, nə tərbi? Yer pulu. Sən kimsən ki, yer pulsan? Yer pulu istəmirəm, hə? Mən sual verim də sən... Deməli, belə eləyirik, də. Hə, necə? Mən hər gün gəlirəm, burada meyvədən yeyirəm elə. Hə. Raşot olluq. Səndən də yer pul almırıq. Xahiş deyirəm, yedin də bəs, halı vurmayın. Başa düşmədi. Deyirəm, yediyin hava xoşun olsun, Hə. meyvə halı vurmayın. Niyə ki? Elə. Səbəb? Səbəb? Hə. Səbəb olmaz. Niyə olmur, ya? Məndən bərabər mal almışsan. Mal almamışam, yiyəcəm. Yedin hava xoşun olsun. Mən də halal edərəm. Amma başqa söhbət eləmək lazım yox. İndi... Yer pulu versən burada. Şeyəsinə heç nə vermirəm, nerede? Buranın yer pulusu mənə çatır. Mən burada yer pulu vermirəm. Mən burada işləyəm. Hə. Mənim də elə söhbətlər eləməyə sən istəmirəm. Və buranın vəziyyətinə mən baxıram. Burada Sən nəyə baxa bilərsən? Sən mənim vəziyyətimə baxa bilmərsən. Sənin vəziyyəti yox, öz vəziyyətinə baxıram. Sağ ol. Hər gün gəlib burada meyvə yeyəcəm mən. Qardaş, gəlib yeyərsən, sənin başın ağrıyır da, mən də sana söz deyirəm. Nətər başım ağrıyır? Nə bilim, nətər? Təzyiqə görə, hə? Sən kimsən, niyə burada meyvə yeyirsən? Mən coşqunam. Yox, coşqunsun, kimsən sən? Hə. Sən mənə araşdır görüm, kimsən, coşqunsan, kimsən, mən də familəm. Nə demək istəyirsən? Burada mən baxıram. Kimsən, sən mən nəyə baxsın? Mən burada yaşayıram. Harada yaşayırım? Bax, burada, birinci kvadratda, sözüm var. O kvadratda mən də yaşayıram, birinci mərtəbədə. Birinci mərtəbə yaşayırsan, mən də 7-də yaşayıram. Nə söhbət edirsən, elə sən nədən mənə tanımırsan burada? Mən sənə tanımıram, yox. Nəyə görürsən? Sən mənə tanıyırsan, sənin yaşın qədər mənim dünya görüşüm var. Sən yalnızca məndən başqa söhbət edirsən. Deyirəm, indən belə gəl, mən burada meyvə yeyəcəm. Uşaq sayırsan, mənə uşaq sayırsan, sən. Uşaq niyə ki? Hə, da ona söhbət eləyirsən. Söhbətin var, vaxt təyin elə, söhbət eləyə. Hayır, gəlmirsən, başqa söhbət eləyirsən, sən bilmirsən. Atan yaşda kişi. Atan yaşda kişi nədir, qalaş? Burada mən yer pulum mənə verəsən. Ay kişi, bilirsən nədir? Verə bilirsən yer pulu? Heç nə verəm biləm, yaxşı yox. Verəmirsən, hər gün gəlib meyvə yeyəcəm. Gəl, yiyəməyəsən. Qalaş, sən nə salırsan, ha? Al ver eləsin ki, mənim yer pulumu verə bilsin. İcra hakimiyyətində işləyirsən də? Harada? İcra hakimiyyətində işləyirsən? Yox, qaqaş, mən vəziyyətə baxıram. Elə də ki, sən kimsən? Qaqaş, mən halal yemirəm mən, halala əl atmıram mən. Halal keçmir boğazımdan. Ay, keçmir gələrsən, söhbət edirəm. Nəysə, şimdi ol ki. Ay, sağ ol, Allah canını sağ ol. O gözləyirəm, şimdi Nə ol. gözləyirsən, o işimi görüm, ha kişi, o işimi görüm. Çağır gəlsin, buranı yiyəsin. O pul mənə çatacaq da ki. Buray var ha, bu meyvələri qoyduğun yer mənimdir. Götür, çıxart o tərəfə. Mənim də gözlə bu kimi lazımla söhbət edirsən də mənə söhbət. Götür, boşald o izlə, daşı o tərəfə yığ. Mən də deyirəm, sən kimsən? Bu Mercedesin yanından ora kimi mənimdir. O kondisionerə kimi. Sən də yasıgələr söhbət edirsən. Yasıgələr söhbət edirsən. Sən yəsi, qalaş. Salam aleyküm. Salam. Adım Coşqundur, qalaş. Laf yaxşı. Buranın yer pulunu kimə versiniz? Sən kimsən? Deyirəm, adım Coşqundur, deyirsən, kimsən? Mənim bunun adı xəyal Yer olur. pulu nədir münafiyyəti? Mən pulsuz burada işləyirəm. Pulsuz Yer pulu heç işləyirsən? kimə vermirəm. Niyə ki? Vermirəm. Qalaş, burada belə qısması ortalığa pul verilmir. Burada söhbət edir, xahiş deyirəm. Gəl buradan. Qazanırsınız, yaxşı eləyirsiniz, ortalığı görmürsünüz, bura. Sən nə danışdın? Kim ilişirsən bilmirsən. Sən Fəhlə baba. O, asıya kişi. Görsən, deyəsən, yəsi gəldi. Malın yəsi gəldi. Deyirəm, çəkil qırağa. Hə, başa düşmədi. Mənim evdə 5 dənə ailəm var. Gəl buraya, bu izə gəl, dostum. Qırağa gəl, bir dənə. Ortalığı görmürsünüz, qala. Nə deyir qardaş? Eşidirəm, de görə qardaş sözümü demə. Deyirəm, arada bir buradan keçəndə bir görmək lazımdır da ortalığa. Qalaş məni. Sən görə. Deyirəm, adım Coşqundur da, bura. Üstümdə sən coşqunsan, mənim adım Xəyaldır. Sən nəyə görə görmədin? Mən milli pazam. Paz olunam mən cəmaata. Pazsan? Hə. Problemim. Problemsən? Hə. Sən problem lazımsa yaradın. Yox, mən özüm problem yaradıram da. Yaradansan yaxşı da. Qoy sən mən 10 dəqiqədən sonra səndən görüşəcəyəm. Nə cür görüşəsən, nə zaman? Görüşəcəyəm. Polissən, hə? Yo. Tanıyırsan, basma.
Ha, Ay sağ ol. İndi ondan gəlirəm bura görüşək. nə deyəsən ki, qavaş? Gəlsin. O da Danışa bilərsən üzbəüz. Dabro versə sən buranın yer pulunu mənə verə bilərsən, hə? Dobro. Hə, O sənə dobro verəcək. versə. Yaxşı. Sən qardaş, Qavaş, eşitsən məni? Başqalarının adını sən şey eləmə, özün danış, bro. Həm dəqiqə. O kimsə yığmır, qavaş. Həm dəqiqə. Yox, o da Eşitsən məni? Mən də. Ay, yığ Sən kim? yığma da. Mənə bax. Sən gözlə bir dənə. Hə, gözləyirəm, qavaş. Gözləyirəm. Ha, gözləyirəm, heç yerə getmirəm. Burada indən belə mən hər gün gəlib meyvə Ha, yeyəcəm. burada durma, çəkil kənara. Ha, ya yer pulu verəsən mənə. Çəkil kənaradır. Zəng elə gəlsin kimdən. Nə olub qaqaş, nə gözləyirsiniz ki burada? Reklam çəkirik. Ged uzaqlaş buradan. Ha, ged uzaqlaş, çıxardı soxacam mən sənə. Get buradan. Yer get. Uzaqlaş buradan. Ha, çıx, uzaqlaşın. Qardaş, mərdi məzardır. Qoy bir dənə həll edək. Uzaqlaşın ha buradan. Deyirəm uzaqlaşın da qaqaş. Məşğul da qaqa. Ki, burada uzatmanın nə adı var ki? Mən hər gün buradan keçəndə mən meyvəmi yeyəcəm, qidalanacam vitamininə. Varsan da. Bir dənə oradan yapaq bana. Nəftin yanında meyvə satır, bir dənə yapaq. İndən belə bunlar da buradan keçəndə meyvə yeyəcək. Yaxşı? Var başqa? O qaqaşlardan söhbət etmirsən, görüm buradan meyvə yeyə bilərsən yoxsa yox. Sən kim olsan, sən ilişmirsən, bilirsən kimi. Sən Kimə? get lazımı yer ilişir. Sən kimi ilişirsən? Amma hər yerə ilişir. Ha, yox, sən... Amma milli Ha, pazan. milli pasını get el adama Nə paslar danışır, ilişir. yox, Ha, yox, ki. Siqaret varındır, qaqaş. Gör nə verə bilsən 5-dən ondan, mən çıxım gedim yavaş-yavaş. Gözün sənə 5-dən ondan veriləcək. Verəsən, xırda varımdır. Əvvəlcədən mehribançılıqla versə çıxıb gedərdim, qaqaş. Meyvə yemək istəyən, bura. Yemək istəyən qardaşın sənə siqaret eləsin. Mən qardaşım olam bəs. Niyə ki, bura? Sən məni tanımırsan, mən səni tanımıram. Sən mənə görə qardaşımsan. Tanımadığın qardaşın ola bilməz. Yox, qaqaşla vuruşur. Siz meyvə almaq istəyirsiniz? Hə, meyvə alacam hər gün. Sən meyvə Danışmışıq, alırsan, razılaşmışıq. Sən deyirsən, mən günə ya meyvə yedim. Niyə söz o da alacaqsın? Dala çəkmirəm ki, hər gün gəlib meyvə yeyəcəm. Kişi, sən ikimizin söhbətini niyə Kim başqasına söhbətin yox. Dayı, yaşlı dayı meyvəsi. Yox, dayıyla mənim qaqaşla söhbətimiz var. Qaqa, sən elə aqresiv olmayıb, mən sən meyvə qret eləyirəm. Sən mənlə aqresiv danışsan, qaqa. Sən burada fəhlə babasan. Niyə? Deyirəm sən fəhlə Düşməni, babaya özüm üçünəm. düşməni. Xahiş edirəm, problem Hə, yox. heç nə, qaqa. Get. Qardaş, bir dənə Yox, qaqa, bunu götürürəm, gedəm mən. bir dəqiqə gözlə. Nətər? Ya danış. Nə deyirsən? Yox, bunu götürüb gedirəm, södə. Birini çaya tası verildi. Ver mənə danışın, ver. Sən gözlə bir dəqiqə. Bir dənə qaqaşla danışın siz. Alo. Hə, bildim qaqa, sağ. Hə, şükür, salamatçı. Bir də icazə versən təhlikdə danışaq. Sağ ol, qaqaş, sağ ol. Prank çəkirik, prank. Yəqin baxmısan da, Arif Cəsur. Hə, prosta bildirmə. Dinəşik, mən o qardaşı tanıyıram, dabrosunu verdim, nə istəyir, ver. Nə da var. Hə, belə heç bir şey, qaqaş, problem yoxdur da, görüşərik də səndən. Gələ, səni də görəcəm də, narahat olma, gələ. Sən bilmirsən, qaqaş kim eləyirsən sən. Mən meyvəni götürürəm, gedəm, 2 dabronu aldım. Kimlə də bura oldu? Verdi də, dabronu verdi, qaqaş. O danışır adamı var ha ki. Mən Verdi dabronu. Sən Qaqaş, bir də dabronu verdi. Всё. Dabro verdi. Deyə özünə demişəm. Ha, всё. Ver, yeşiyi ver. Dabro verdi, yeşiyi, də o yeşiyi ver. mən başım çıxdı. Bu yeşiyi, gəlin götürün yeşiyi. Arkadaş, nə yaşayı vermirsən? Hə? Mən nə yaşayı vermirəm? Nədər nə yeşiyi? Qaqa, buranın müdürü kimdir? Arendadır bura, sənli. Buranın yer pulunu kimə verirsiniz? Yer pulu vermirsiniz? Hə? Neçə nəfər işlərsiniz buranı? Təksən yoxsa? Mən burada qalma. Bizim bir 5-10 dənə uşaq var, ortalıq uşağıdır. Biz elə bil ki, vitaminə ehtiyacımız var da bizim. Vitaminə də belə meyvəyə zada. Gündəlik etsinə də gələcək buradan meyvə zat yeyəcək də. İmkanım var. Nətər eləyək bə? Deyirəm, yəni 5-10 nəfər uşaqdır da. Hamısı da dələduz banditdir də, yəni.
İmkan var. Niyə? Ya mehribançılıqla, xoşluqla deyirəm bir dənə özün imkan yaradasan bu meyvədən, zatdan qidalansın uşaqlar. Söz danışırdım, getdin. Söz danışırdım, getdin. Elə bir çıxıb da reklam eləyirsən, qorxacam nədir? Mən sənə qorxduram ki. Bir deyirəm onlardan, o niyyətlə bıçağı çıxardarsan ki, reklamı da pomidor zat gətirdi. Pomidor keçəkdə. Deyirəm ki, bizə yəni uşaqlara vitaminlə, zatdan qidalandıra bilərsən, imkan var. Yox. Xoşluqla olmur da deyirsən ha. Qaqaş bir dənə salfan ver də. Nə istəyirsən? Banan götürəcəm. Bir dəqiqə çəkin. Soğan yox, salafan ver qaqaş. Hə. Obşim razılaşdıq da ki, mehribançılığına. Bir dənə siftə də eləyək, hə? Bu bananın birini bir dənə özün ürəyindən qopanı at, bir siftə eləyək. 5-10 nəfər uşağı gətirəcəm, tanış olarsan hamısı ilə. Deyərəm, əminiz sizə qret eləyəcək hər gün. Niyə ki? Gətirəcəm, tanış olarsan. Yəni, hamısı da mərfəhətli uşaqlardır, özün də görərsən. Niyə ki? Biz də haradansa qidalanmalıyıq, yoxsa yox? Qardaşımın mənlik deyil. Hə? Nətər eləyək? Bu mənlik deyil, o mənlik deyil. Bu bananı da obşim halal elədin də sən? Bananı da halal elədin də. Vitamindir də qaqaş, ona görə. Vitamindir. Vitamindir. Hə. Bilirəm də vitamin. Sən nə burada işsən, hə? Bəli. Müdür sənsən, hə? Yox. Söylədəm, müdürlə danışdım da bura. Bilirəm də bu. Müdürlə danışdım da mən. Nədən? Nə istəyirsən? Müdürü soruşdum, qaqaş dedim ki mənə. Nə istəyirsən? Satıcı mənəm. Bu klientlərin yanında satıcı yox, müdür lazımdır qaqaş. Mənə müdür lazımdır bura. Sözü de də qardaş, nə istəyirsən? Sözümü dedim də müdürə. Hə? Yox, nə deyil? Hələ burada olan o qədərdir, yəni çoxdur, gələcək. Yəni qidalanmaq lazımdır da, meyvədən tərəvəzdən. Ödə. Mən qidalandırmalıyam səni. Yox, təksən yox, sağ olsunlar. Böyürdəki obyektlər də razılaşıb. Nəyə razılaşım? Mən razılaşmıram. Sən niyə narahat olsan, qaqaş? Niyə narahat ol lan? Hə. Obyektin yəsi ilə danışmışam mən. Aşı mənəm obyektin yəsi. Qaqaş deyir mənə. Fərqi yoxdur, o mən. Sən bayaqdan deyirsən işçiyəm, sonra deyirsən... Fərqi nədir? Narahat eləmə. Mənim üçün fərqi yoxdur, yekunda biz buradan qidalanmaq istəyirik. Harada? Vitamindən zatdan. Sən yerin qidalanma, yerin bura deyil. Niyə ki? Belədir. Niyə də qaqaş, ay dostum. Bu nətər eləyək, obşin mehribançılıq yaranmır da. Heç nə də biz gələrik, tanış olarıq da, yaxşı. Kimə yaxşı olmayacaq? Heyfdir də, işlətsən də obyekti. Qəşəng də pəncərələri zadı var. Neyse, akşam gəlib sındıracaqsan, hə? Axşam niyə ki? Allah bizə nələt olasın. Başınızda böyük danışmır, dəvədə böyük fil var. Yadınızda saxlayın. Fildən də böyük Allah var. Fildə böyük heç nə yoxdur. Allah var. var. Danışmayın, o nə deməkdir ki? Biz çoxuq, biz çoxuq. Çoxsuzluqlar da çoxdurlar. İndi nə danışırsınız? Zamanı 5 manat çörəkli qazanır, götürüb özünü açıb bayırda qoymuyor ki. Neyləsin, bizim uşaqlar da oğurluq eləyir də, banditlik eləyir, qalsın ortalıqda. Daşıya bilmir də, əli örgəşməyib. Biz gəlib eşək kimi xox təmizləyib, pul qazanıb, geçdən təmizləyir. Niyə 5-10 nəfər uşaqdır, gələcək yenə, bir 50 nəfər də gələcək. Sən mənim can, bəsdir görək, adam öz gücünə güvələr, gedər, daşyar, xox təmizləyər, pul qazanar, halal yiyər. Ondan buna heç nə dilənməz. Dilənmirik biz, niyə dilən? 2 qret eləyəcək bizə, pay verəcək. Mən o malını çəkmən gedirdim. Çəkmən bunu gedirdim. Kameralar yaxşı işləyir ha, axşam. Ha, Çatqovu da yaxşı işləyir. biz heç nədən qorxmuruq. Biz də qorxmuruq. Bizim qorxduğumuz yer Allahdır. Əlbəttə ki, Allahdan başqa hamısı yalandır. Ha. Heç ki, Allah olur. Narahat eləsən. Hayır da. Niyə düşünən məşğulda? Niyə narahat eləsən? Niyə narahat edirəm, qalağa? Deyirəm ki, bu vitamindən qidalanaq da biz. İndi lazım deyil onsuz. Bu uşaqlar, yetimlər gələndə deyirəm az qalmasın. Kim gəlir, gəlsin. Yetki oğlansan. Ya gətirəcəm, tanış olun da. Hadi ged düşünən məşğul ol. Hə? Mənim işim budur da. Hadi ged düşünən məşğul ol. Sən hansı işin? Hə. Nə oldu, nə istəyirsən? Yox, qalağa. İmkan yoxdur ya, nədir? Yox, imkan var, bomba kimidir imkan. Hə, nədir ki, bəzən? Deyirəm, biz buradan gündəlik vitamin qəbul eləməliyik. Hər gün.
etirazım var. Onu yaxşı qurtarmayacaq ha yəni. Bu mən sənə dedim. Allah şeytana nəhlət eləsin. Sən dünya görmüş adamsan da yəni. Mən deyirəm ki, bu vitamindən biz qidalanaq da, 5-10 nəfər uşağı ortalıq uşağıdır. Hansı banditlərdir. Bir deyir ki, yox. Allah şeytana. Hə? Şeytana. Dayan, dur burada klop gətir. Qaqaş, o müdür kim idi? Ay dostum. Müdür. Ay müdür, bir dəqiqə sən. Əflatun. Nə verir? Qabaqdakı meyvə tərəvəz satan Əflatun kimdir? Kim tanıyır onu? Nə işinə baxır o? Qaqaş, sənin işin çoxdur. Mənim də gedəsi yerlərim var, dəyəsi obyektlər var. Yəni bizdən sizə xeyir gələr ki, ziyan gəlməz də. Yəni burada tək qalmaz, özünüzü güvəndə hiss eləyərsiniz. Ha. Belə imkanım var ki, 20-30 manat verməyə. Ha, bu banan götürdüm. Nəysə, qaqa, banan götürdüm, getdim mən. İmkanım var, bir 30 manat verməyə. Yox. Hə? Yox. Bir blok siqaret alam mən sən. Polisə niyə ki, bayaqdan deyirsən çoxuq, indi deyirsən polis. Öcə polissən, hə? Qaqaş, məni tutsan, o geri qalan uşaqları kim tutacaq? Zəng elə. Zəng elə polisə. Zəng elə də, hə? Sən banan söhbəti eləyirsən, qaqaş? Problem çıxart da, sən banan söhbəti eləyirsən. Belə də ki, sənin malı istəmirəm mən. Gəl, yığışdır. Bir saatdan sonra gəlim ki, buranı yığışdırmışsınız. Salam qaqa, təz asılıb bura. Bəli. Hə, xeyirli olsun. Əyləşmək istəyir. Yox, yox. Kimdir ki, dönərçi? Kim baxır bura? Müdiriyyət kimdir bura? Müdiriyyət və buyur yaxınlaşın. Yəni, soruş gör, dönər verə bilər hədiyyə. Hə? Hədiyyə dönər verə bilər, soruş, təzə açıqda. Yox da soruş da, sən ofisiyant deyilsə, mən sifariş verirəm də. Bir dənə gör, hədiyyə dönər verə bilər. Təzə açmışsınız qaqa, xeyirli olsun. Var. Salam qaqa, xeyirli olsun, təzə açmışsınız. Bir dənə dönər verə bilərsən, hədiyyə. Hədiyyə? Hədiyyə də. Bu səfərlik verər yəni. Ha, heç bir şey, sağ ol. Bir dənə qardaşa dönər verin. Versin beni. Təzə açmışsınız, ona görə deyirəm, xeyirli olsun. Bir daha qala şey deyil hazır. Sən qıraqda gözü zəhmət olmaz. Ha, heç bir şey. Gözü oldu mu? Bir ət dönər versin də qala. Maska varımdır, yox, zəhmət olmaz. Yox, dönər yeyirəm ona görə. Yox, içəridə gözləməyə belə adi dayanmağa icazə yoxdur. Əgər maskasısansa orada dayan. Yoxumsa vereyim. Ha, ver. Ha, Zəhmət olmaz, bu tərəfdə dayanarsan. ha, yox. Başqa ürəyiniz istəyir? Yox, ancaq canın sağlığı. Prost deyir, gördüm təzə açmısınız. Dedim bir dənə xeyirli olsun, dedim bir dənə pulsuz dönər. Ver. Pul var ya, problem deyil. Prost hədiyyə götürün. Yaxşı edirsən. Ver, Hədiyyə bir dənə ver. ver. Qaqa, yoxdursa gedin, bura. Ha, mən üçün düzəldir, hə, heç bir şey. Hazır verdi, düzəldilir. Ha, heç bir şey, qəşəng hava, düzəldir. Siz zəhmət olmaz gəlin orada əyləşin, gözləyin. Hə, gözləyirəm, qol. Mən bir qurtum su gətirdi, qaqa için. İstədiyi ağzım qurudu. Ha, gəl. Hə, sağ ol. Bu niyə belə edir? Sizin üçün daha yaxşı olsun deyə. Ya, çox lən işləyir. Ət. Qardaş üçün dobro eləyin, yaxşı olsun. Hə, o qaqaş yaxşı işləyir, hə. Çox qızdırmıyor qaqa. Hələ çox obyekt var, deyib dəyəcəm. Bu nədir, qırıldı bu, bunu da gör. Qaqa, bu qırıldı, bunu qaytar görəm. Yem başım xarab olur. Sağ ol, qaqa. Yəni, bax, yenə deyirəm, amma bunu hədiyyə kimi qəbul edir. Pul var almağa, pulsu hədiyyə kimi. Heç bir şey, sağ ol. Sağ ol. Sağ olun, qaqa. Hər kəsə salam. İlk öncə biz bura gələndə sadəcə olaraq burada bir
prank çəkirdik. Sonra bu gözəl insanlarla tanış olduq. Lüks dönər evinin işçi heyəti ilə çox gözəl xasiyyətləri var. Orada pulsuz dönər verdilər, pul olmayan bir adama. Sonra biz onlara yaxınlaşdıq. Mənim aktyorumu tanımasalar da məni tanıdılar və bizim videolara baxdıqlarını dedilər. Və onlarla aramızda isti münasibət oldu. Biz soruşduq ki, bəs niyə birinin pulu olmadan ona dönər verdiniz? Onlar da bizə bildirdi ki, bizə imkanı olmayan insanlara pulsuz dönər veririk. Onlar kasıbların dostudur. Kasıbların kim dostudur? Deməli, bizim də dostumuzdur. Lüks dönər evi. Hayırlı olsun. Arif səsi. Necəsiz qardaş? Salam aleyküm. Görürsən qaqa. Sağ olun, sağ olun. Bu da bizdən sizə. Sağ olun, minnətdaram. Qardaşın əli əsir bir dəqiqə. Sıxdım da. Birinci biraz adam böyle şey oldu ki, qardaş niye böyle agresif davran? Sonra dedim yani ki, tükel bir kafası yerinde değil mi? Dedim bunu para elədi. Abi elbette size de verebilirdik. Buyurun gelin. Bina xahiş deyirəm və işim. Bir dənə şəkil çəkdirə çıxım gedim. Allah sana ne çəkdirmir. Gətir şəklimizi çək çıxım gedim. Berq də verəcəm sənə. Bu bizim sponsor Berqdəndir. Bu sadəcə çəkilir. Gəl qardaşa da ver. Biz zarafat çəkirdik. Yox, mən vallahi Bu sadəcə Allah elə biraz zarafat çəkirdik. Biz kameramızda burada.